Salam, siz olsanız nə edərdiniz? Deməli, hardasa bir ilə yaxındır ki, bir sifariş götürmüşdüm. Sifariş zambaq güllərindən olan buket idi. Buketin çiçək hissəsini hazırlayanda səhvən ləçəklərdən birini artıq etmişdim. Və onu düşünürdüm ki, ya sökərəm, ya da onun davamını toxuyaram, özüm üçün evdə cüldanıma qoyaram. Ancaq nədənsə heç düzəldə bilmədim. Elə hər şkafı açanda o tək ləçəyi görürdüm. Həm eyni sapdan çox az miqdarda qalmışdı. Yəni zambağa çatmayacaqdı. Və birdən gözüm güldana sataşdı ki, tək bir gül hazırlaya bilərəm, amma nə? Və ağlıma bu gül gəldi. Gülün adını unutdum. Əgər bilirsinizsə, kommentlərdə qeyd edərsiniz. O tək ləçəyi sadəcə az miqdarda qalmış həmin sapla artırdım və bu gülün görünüşünü əldə etməyə çalışdım. Düzdür, sxem olaraq bu gülün özü olmasa da bənzətməyə çalışdım. Daha sonra əlavədən bir yarpaq da toxudum ki, biraz gülə gözəllik qataq. Və budur, gülümüz hazırdır. Güldanımıza da yerləşdirdik. Sizcə necə alındı? Əgər siz də kreativ və fərqli hədiyyə axtarırsınız, istədiyiniz toxunma əl işlərini hazırlaya bilərik. Sifariş üçün deməyin.